Masazır qəsəbəsində dostlar. Dedim maşınla gəlin bir ərazini da həmişə evin içindən çəkirik də. Dedim bir maşınla gələk evin qabağında saxlayaq. Dostlarımız da, real müştərilərimiz də görsün ki, hansı ərazidən ev təqdim edirik. Burada tam yaşayışlıdır. Paket kupçalıdır, ipotekaya yararlıdır. 2 mərtəbə 4 otaqdır. 82 min manatdır. Real müştəriyə də əla indirim olacaq. Gedək evlə tanış olaq. Gəl. Gəl qardaşım. 055 291 3565 mənim əlaqə nömrəmdir. Tam yaşayışlı bir ərazidir. Qarşı tərəfdə sağda 3 mərtəbəli villa tikilir, dəyərli dostlarımız. Yəni bu da satışa çıxarılacaq. Sonuncu məqamı çatanda bu videonu da sizlərə təqdim eləyəcəm. Bu yol asfalt olacaq, dəyərli dostlarımız. 2 mərtəbə 4 otaqlıdır. Masazır qəsəbəsində yerləşir. 6 nömrəli məktəbə çox yaxın bir ərazidə, Lider marketə yaxın bir ərazidə yerləşir, dəyərli dostlarımız. Görək, hasarı tapa biləcəyik. Uzun bir axtarışdan sonra hasarı tapdıq. Uzun bir axtarışdan sonra. Gəl, dəyərli qardaşım. Həyətinə bir ədəd xudmani avtomobil daxil etmək mümkündür. Kombi aparatının yeri burada nəzərdə tutulub. Qaz, su, işıq daimidir. Sayğaclar da quraşdırılıb, tam təhvil verilir. Ərazidə olan bütün evlərdə yaşayış var. Əla bir yerdə yerləşir. 569 nömrəli marşrut xəttinə çox yaxın bir məsafədədir. Lider marketin tam yaxınlığında. Bütün yaşayış obyektləri də var. 82 min manatdır. Yerdən kürsüsü yetəri qədər var. Kürsü sahəsi də var. Ya Allah, bismillah eləyək, evin içinə daxil olaq. Girişdən solda bizi qarşılayır evin qonaq otağı. Evin qonaq otağı. Ev sahibi bizi ayaqqabılı görsə inciməsin. Ayağımızın altı tərtəmizdir. Qonaq otağı şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Dəyərli dostlarımız, 82 min manata satışa çıxarılıb. Real müştərilərə endirim də nəzərdə tutulub. Tavan sahəsi alçıban spot lampalarla işlənilib. TV xəttin yerinə kimi qoyulub. Ekranlar, divarlar ekran işləmələrdir. Mərtəbələr arasında monolit betondur. Burada yerləşir evin mətbəx sahəsi, mətbəx mebelinin yerləri və aksesuarların xətlərinə kimi hamısı quraşdırılıb, çəkilib, hazır bir vəziyyətdədir. Şəbəkə pəncərə də öz həyətyanı sahəsinə baxır. Demək, dəhliz nə? Dəhlizdə sanitar qovşaq yerləşir. 1-ci mərtəbəyə məxsus havalandırma üçün pəncərə sahəsi də var. 2-ci mərtəbəyə qalxan beton pilləkən sahəsidir. 1 metr 20 santdır eni, 1 metr 20 sant. Qranit daşlar vurulub üzərinə. 2 mərtəbə 4 otaqlıdır. 2-ci mərtəbə də dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən solda demək yerləşir 2-ci mərtəbəyə məxsus sanitar qovşaq. Aksesuarların xətlərinə kimi hamısı çəkilib, tamamilə hazır bir vəziyyətdədir. Kupçalı sizlərə mülk təqdim edirəm. Qaz, su, işıq, kanalizasiya mərkəzidir. Əla bir yerdədir. Masazır qəsəbəsinin əla bir yerində yerləşir. Məktəbə, avtobus xəttinə, bütün yaşayış obyektlərinə yaxın bir ərazidədir. Birinci yataq otağı. Bu yataq otağında pəncərəsi öz həyətyanı sahəsinə baxır. Və qeyd edeyim ki, bütün otaqların, stil sistemlərin xətti çəkilib tamamilə hazır bir vəziyyətdədir. Hazır bir vəziyyətdə. Köç yaşa. İkinci yataq otağı ilə də tanış oluruq. Tavan sahəsi alçıban spot lampalarla işlənilir. Dəyərli dostlarımız, dəhlizdən tavana keçid etmək də mümkündür. Çornu poluna kimi quraşdırılıb tamamilə hazır bir vəziyyətdədir. Çornu poluna kimi. Əla dizayn olunub. Və burada da yerləşir evin sonuncu otağı. Modern üslubda inşa olunmuş pəncərə sahəsinin qarşısını heç bir maneə tutmur. Tam yaşayışlı bir ərazidən sizlərə 82 min manata kupçalı, ipotekaya yararlı mülk təqdim etdik. Gələn videolarda sağ olun, sağlıqla qalın.